yavaş-yavaş gəlir ki, mən necə hicab bağlayayım ki, daha çox diqqət çəkim. Da nə oldu? Onun adı oldu hicab. Hicabın fəlsəfəsi nə idi? Hicabın fəlsəfəsi budur ki, mən diqqətlə doymuşam, mən diqqətdən ehtiyacsızam. Bu bir ruhda insanın alicənablıqdır. Mənim kiminsə diqqətinə ehtiyacım yoxdur. Bax, görürsünüz, bir hədisdən nə qədər mənalar çıxır, nə qədər mühüm məsələlər var bunun içində. Amma hər bir halda insan içində bir iffətə sahib olmalıdır, bir gözü toxluq olmalıdır, başqalarına nə diqqətini dilənməlidir, nə başqalarına baxmaqla gözünü doydurmalıdır. Bunlar rasional həyat deyil, ağıllı həyat tərzi deyil və zərəri insanın özünədir. Heç vaxt belə adamlar elə bilməyin, çox ləzzət alır, İslam deyir, vay, İslam bizi ləzzətdən məhrum elədi. Xeyr, İslam bir ləzzət almaq istəyirsə, rasional istifadə elə nemətlərdən, izafi istifadə eləmə. Düzgün istifadə elə ki, ləzzətin də çox olsun, xoş keçsin həyatın və yaxşı yaşayasan.